Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adıyla. Bu günləri 218-ci cəhalət mühəndisliyinə qələbəni başlayıram. İnşallah ki, bizim cəhalət mühəndisliğine çıxıb və Türk insanı, Türk, İslam, Müsəlman uygarlığı ilə, özəlliklə Türk uygarlıqları ilə tanış olmağımıza yardımcı, kömək olsun. Gedək görək ki, bu günləri hangi kitabla tanış olacağıq, onu bir baxaq və ondan tanış olaq. Geçmiş proqramda əgər səhv eləmirsəm, 3 kitab açmışdıq. Birinə baxdıq, fəlsəfi hesab. Bu fəlsəfi hesab kitabın biraz oxuduq, 1-2-3 səhifəsini oxuduq. Nəzərimə gəlirdi ki, hindi bir adam bunu türkcə yazıbdı, ya Fransızdan türkcəyə tərcümə edibdi. Amma sonra axtarış elədim, gördüm ki, bu kitabı yazan bir türkdür və İkinci Sultan Məhmud, yəni Sultan Məhmud Sani, Xəlifə Məhmud Sani dövründə ki, hüdudən 1800-lərdə yazıbdı, miladi ilinə 1190-larda bu böyük xəlifə hakim olubdu. O zamanlar bu kitab yazılıbdı, amma qələti çoxdur, onda yazılmaq qələti çoxdur. Onda bir önəmli məsələ gəlmişdi, o da qanun məsələsi idi. Qanun haqqında mən yazıda yazdım, daha təkrar burada eləmirəm dostlar. Dünənki bəhsin, yəni 217-ci mühəndisi cəhalət mühəndisliyinə qələbənin 217-sinə müraciə eləsəz, baxsaz, onu görəcəksiniz orada ki, o haqda bir şey yazmışam. İndi gedək ikincisini olaraq lüğəti nəvayi yazma. Görək bu nədir? Yazma, əl yazmadan işarə olur, söhbət keçir. Əslən, burada kitabın üstündə kağız cırıblar, yapışdırıblar. Lüğəti nəvayi. Bir dənə 14 qoyublar, sonra onu siliblər. Şayət o altda yazılıbdır, bu ikincisinin üstündə vurulubdur. 3, bir dənə də burada eyni 457, bu nə cür bir şeydir bilmirəm, bu da 3107 burada yazılıbdır, bu da xətti fehristşudur. Bu da bunu göstərir ki, bu məclisdə İranda olacaq, İran adlanan yerdə olacaqdır. Bəli, bazresi şudları görürsünüz, kitablar bazresi, yəni bazresi demək yəni sansur. Bazresi demək yəni sansur idarəsinə gedibdir, sansur o adam ki, sansur məmurudur, onu görübdür və bunu yazıbdır. Burada əgər diqqət eləsəz, bir dənə bu səhifədə cildin açıbdır, cildin içində 4 dənə buraca möhür görsənir, aşağıdakı ilə 5 dənə möhür görsənir. Yəni İranda, bunu göstərir ki, İranda bir sistem var, idari bir sistem var. Bu sistem hey gərək özün təyid eləyə. Onun üçün görürsünüz, bir dəfə bazresi şod 36-27, əgər bunu istəyəm, çevirəm, görək buradadır, buradadır. Bəli, bir dənə 36-27 yazıbdır, bir dənə də təzəşdən çevirsək, bazresi şod yenidən 1382. Yəni, bir dənə burada möhr vurulubdur, oxunmur, əlbəttə bu kim vurubdur, nədir, oxunmur, bəlkə bir ayrı yerdə oxunsun. Bir də Məclis Şura Milli Məclisi kitabxanası orada vardı. Bu da bunu göstərir ki, bu kağız ki burada vardı, bu hələ feylən o inqilab dedikləri 57 inqilabından sonra dəyilmiş. Əlbəttə burada yazıb ki, Türkiyə Cığatay. Şumarəsini filanını da görürük. Əvvəl bunu kiçiklədək bir kitabın özünə bir baxaq, görürük ki, kitab nə cür bir vəziyyətdədir. Kitabın cildini görmürük, içini görürük, iç səhifəsini açıblar, 2 səhifəni görürlər, ölçməyə çalışıb bunu.
21 santimə kitabın boyudur. Burada da bir də yazılar görürük sol səhifədə. İndi kitabın enini ölçür. Eni də 31 səhifədir. Yəni hər səhifəsi 15 səhifə yarım bu qədər olmalıdır. Bu bunun kitabın eni boyudur. Sonra səhifəni çöndəribdir. Bu iki səhifə ağdır və üçüncü səhifə burada boşdur. Dördüncüsündən yazı başlayıbdır. Kitabxanəyə nəməni yeri, burada da belə bir şey vurublar. Kitabxanəyə nəməni milli, Şurayı milli olacaqdır. Burada məclis-i Şurayı milli, məclisi düşməyibdir. Yaxşı, ona görə o cür görsənir. Kitabda 2 dənə səhifənin üstə düşübdür. Belə bölünü düşübdür möhür. Nəzərə gəlir ki, elə bir vəziyyət var. Kitabı görürsünüz, kitab çox qarma-qarışıq yazılıbdır. Boş yeri əslində demək olar kitabda buraxmayıblar. Bilmirəm, hər yeri belədir, yoxsa elə bir burası bu cürdür. Bəzi kəlmələri qırmızı yazıblar. İhtimalən onlar o kəlmələrdir ki, onu istəyiblər məni eləyələr ya istəyiblər onun haqqında bir izahlar gətirsinlər, nədir, nə deyil. Baxarıq görürük ki, kitab nədir? Əgər zorumuz çatsa bunu oxumaq yorucu olar, amma eşq olsa hissat yorucu olmaz. Baxaq görək ki, nə cür olacaqdır, onun üzü ilə gedərik inşallah. Xeyir olsun. Kitaba baxırıq, kitab biraz qıraqları saralıbdır, yəpriyibdir, amma hər halda oxuna biləcək. Məsələn, bu səhifədə baxırıq, görürük ki, o əprimağı, çürümağı təqribən çoxalıb bu səhifədə. O birisi səhifələrdə elə buna taydı. Vəziyyət burada hətta cırılıbdır, kağızla yapışdırıblar. Elə aynı vəziyyətdə əslində deyə bilirik ki, bu kitab 3 ruznamə sütunu enində yazılıbdır. Ruznamə kimi yazılıb, amma çox sətirlər bir-birinə yaxın, kəlmələr bir-birinin qoltuğuna giribdir. Çox belə, heç elə bir ki, burada ağ yer yoxdur. Yəni elə yazılıb. Qırmızılar olmasa adam bunu baxanda elə fəqət gözü qaranlıq görür. Əlbəttə bu kitab ya çox işlənib, ya da çox çürüyübdür. Yəni bəllidir bunun qıraqları ki, əl açıblar, bu əl yerləri bəllidir. Burada əslən kitabın çürüməyi, əpriyib tökülməyi burada kamil görsənir. Baxın, burada bu səhifə yap çox şeydir. Beləsi bilir. Bu kitabın 27 səhifəsi var, yəni 53-54 səhifəsi olmalıdır. Bura hətta kitabın ortası belə cırılıbdır. Burada da qırmızıdan da istifadə eləməyibdir. Yəni bu 2-3 səhifə ki, axırda 1, 2, 3 səhifə axırda hətta qırmızı istifadə eləməyibdir və fəqət qərə yazıbdır. Sonra da gəlibdir bir şeyləri burada çox bir ayrı xəttinə, onların xəttinə baxmamışam, deyirəm ayrı xəttinə, çünki burada biraz yekə yazıb, yaxçı yazıbdır. Burada biraz bəzi lüğətləri, sözləri yazıb təhcanına, onlara bir baxaq görək nədir. Kitab qutardı əslində. Mütəəssifanə ya xoşbəxtanə bunun gərək axırda baxaq görək bir tarix buna tapa bilərik ya yox. Baxaq görək bu kitab əslində nə dildədir. Mən heç bunu baxmamışdım. Busidən burada məsələn gördüm, burada qərərləri qeyd edək kitabın əvvəlindən bir də baxaq görək burada nə yazıb. Burada nə yazıbdır? Kərbəla Cəfərqulu. Elə bu kitabı bizim famillərimizdən yazıblar. Lüğət-i Nəvai kitabın adıdır. 21 vərəqdə əst. Farsca bu bir nəfərin əlindəymiş, farscaymış. Ərzi 14 santimetr yazıbdır burada. Cəfərqulu hala nədir? Roğanil vəcih az babəti nəməni gərməli. Bu oxuya bilmirəm bu xəbəri.
Burada bir şeylər yazıblar ki, onları da yenə oxuya bilmirəm. Çünki zahirən məsələn setar altında əlif lam kimi bir şey bam, baqir, fukaf ya fuma, murad, sam, satar yenə əlif lam vəqf falan. Elə bir oxumaq kimi bir şeydir, bəlkə bu cür bir şeydir. Az liyasi İlahi şükür olsun. Gene burada bir şeyler yazıbdı ama doğrusunu desək, aha, bu bazarda bir şey yazdırmış, kitabı alıbdı, tacir imiş. از لباس نو که راه رسیده یا نو که راه رسیده مثلا از راه رسیده یا از راه اصلا نو değil az olacaktı. Az که راه رسیده indi burada Səttar demədə zircamə. Səttardan zircamə alıbdı. Pirahən ədl. Külah ədl. Əlbəttə bu da ədlidir. Qəba. Qəba da o zaman satılırmış. Oha. Ha zamandan danışır bu kitab, bilmirəm. Qəba da əlbəttə yazmayıb burada nə qədər gəlib ya neçə dənə. Yenə də aşağıda davamı var. Bacırdı, baqırdı, nədir o zircamə? Ədl, pirahən ədl, şəlvar ədl, qaba ədl. Qaba ədl. Bu da gəlibdir. Hər halda burada tacir imiş. Adam kitabı elə götürüb burada deyib, tamam, bunlar gəldi, hələ feylən bu kitabda yazım. Kitab əlindəymiş. Yazıb onlara. Yenə həman səhifəni görürük. Burada ehtiyacı yoxdur. Orada dayanaq. Gələk görək ki, burada əcəba oxuya bilərik ya yox. İndi bu səhifəni gərək bir zərrə çevirək ki, oxumağa imkanımız olsun. Amma elə bu da hələ o qədər çevrilmir ki, oxuya bilək. Ki, Şah Abbası oxuya bilirəm, qalanını oxuya bilmirəm. Bəd az fəth Qəndəhar نوالی هندوستان دوشنبه düzünü axtarsınız, bunun həm əyridir, həm də çox şuluqdur. Mənim buna zorum çatmayacaq. Bu əbvab این بوستان بر 40 قلوب دوستان کشاده و اسباب مکالمه غایبانه که به سفارتنامه و نهان دلی خامه. Buradan feylən görürsəniz ki, bu farsdır. Fars olsa qoyacaq yerə, əslən oxuya bilək. Buradan vəli elə bir şey başlayır. Lüğat-ı türkini, ləhcə-i lüğat-ı Bismillahirrahmanirrahim. 100 həmd iqa kim, ana kim, yəni ana kim, vəsfidə o, do, yox, oxuya bilmirəm. Bu kitabı qoyaq qırağa. Vaqiət bu ki, bu kitab çox şey yazıbdır, qarışıq və mənim zorum çatmır. Yəni, gözüm də görmür, yəni. Yox, bu kitabı gərək kağız ya çap eləyəsən, əlində tutasan, oxuyasan, ya da ki şey olmaz. Bunu mənim zorum çatmadı. Bunu qoyaq kənara. Düzdür, burada sonra yazıbdır ki, türkcə, amma onun türk demağına baxmayaq. Keçdik, gedək bu birisi, üçüncü kitaba baxaq. Bu kitaba baxaq, yəni dünənki üçüncü idi, bu günləri ikinci kitaba baxaq. Görək ki, nə var. Bu kitab boyu 20 santimetridir, ya 21 santimetridir. Cildi 21 santimetr, içi 20 santimetr. Belə görünür. Hətta 20-dən də azdır. Aşağı yuxarı hər tərəfdən 1 santimetr nəzərə gələn az görsənir kağız. Məclis-i Şurayı Millinin mührü vardı ki, bu məşrutədən sonradır və burada cəlibdir. Yenə də o möhrü 1302 yazıbdır. Ki, dedik bu qələtdir, düzdür. Bir dənə də burada vardı. Sultanül Qurranın kitablarında, Allah rəhmət eləsin,
Döşgür Ziya Sədrül Əşrafinin dayısının kitabxanasından bu gedib məclisə. Bir dəfə də bunu fırlasaq, bəlkə bunu oxuya bildik. Bəli, Kitabxanə-i Cəfər-i Sultanurqurrai Təbriz 1365 qəməridə bu kitabları 65 qəməri indi 47-dir. 447-dir. Üst-üstə deyə bildik ki 81 il bundan qabaq bu kitab Təbrizdən gedibdir. Şayət də bu zaman alınıbdır, bilmirəm. Yəni bu kitab alınıbdır, amma bu məclisə getməyinə tarix vurmayıblar. Allah rəhmət eləsin, Sultanurqurrai bizim böyük alimlərimizdən və böyük insanlardandır. Kitaba baxaq, görək ki, kitabın vəziyyəti necədir, kağız vəziyyəti necədir. Kitabın 2 səhifəsinin boyu 26 santimetrdir, hər səhifəsi yəni 13 santimetrdir. Amma baxırıq, birinci səhifəni ki yazıblar, bunun 2 tərəfi heç olmasa üstü və böyrü, eşik tərəfi yazmaq üçün ağ qoyulubdur. Bu 2 səhifədə görürük ki, 2 tərəfi ağdır, yəni həm üstü, həm də eşik tərəfləri. Burada bu birisi səhifədə görürük ki, biraz kitab saralıbdır, ehtimalən su ya bir şey tökülüb kitabın üstünə. Amma kitabın kağızı biraz qalin kağızlara bənzir və əlyazıdır, çox münhəsir befərd əlyazıdır. Yəni çox əcib bir əlyazıdan ibarətdir. Umarım ki, oxuya bilim. Kitabın 32 səhifədir, yəni 64 səhifəlik bir kitabdan ibarətdir. Qeydərək baxarıq, görürük bu nədir, amma nə haqdadır filan, bunları gərək oxuyaq, baxaq, görək. Vəsətdə 2 səhifə kamilən boşdur. Sonra yenə bu məclis möhrü həm kiçiyi vurulub, həm böyüyü. Yəni axırda dedim, bu İranlıların möhür vurmaqdan çox xoşları gəlirmiş. Kitabların üstünə vurublar. Buradan da bu yüzden yazının formu dəyişdi. Yəni bəli, buradan ki bu qutardı. Buradan da bu yüzden kitabın yazılmaq formu dəyişdi. Elə bir ki, məsələn, sözlük kimi bir şeydir bu kitab. Hər səhifədə bir neçə dana saysaq olar. Məsələn, 1, 2, 3, 4, 5, 6 və 1, 2, 3, yox 6 burada deyil. Bu ikisi 12'dir, bu da 4'dür. Bu elər 16, bu neçə danadır? Bu da 6 danadır. 20, 24 dana. 24 dana bu səhifədə yazı var. Burada bəlkə çox olar, bəlkə az olur. Çünki burada bir 5 dana da ortada vardı. Bu taza bir modeldə bir yazı yazılıbdır. Ərzhal kərdəm. Burada da bir ərzhal eləyibdir. Birinə bir şey yazıbdır. Ehtimalən özünün, rəhmətliğin özünündür. Kitabxanasının möhrünü də burada vurubdur. Qəməri دیده با کسی آشنایی مکن میکنی همو فایی نمینه مکن دوباره. Tamam, gedək kitabın əvvəlini açıq görək ki, bu kitabı oxuya bilirik ya yox. Çox əl yazma və əl barmağının ucu, əlbəttə əlin hər yerində o xətt çizgilər vardı. O əl barmağının ki, hər adamı, milyardlar adamın içində birdir, əl yazması da o cürdür. Bu da çox fərqli yazılıbdır. Bismillahirrahmanirrahim. در امثال و نصایح ترکی حرف الالف. Ehtimalən farsı yazılsa qoyacağıq qırağa. Alif Allah adıdır. Andan ya andan nədir? Daş və dəmir. Andandır. Andan nədir? Daş və dəmir. Şinasan yemuşansanı. Ehtimalən şeir kimi bir şeydir, elə belə bir şeydir. Başlamadım nə cür yazılıb.
Ondan nədi daş و demir yumuşansanı arıyı əsnatüb. Bu çox arı bu esnat çöp uzadır. Arı yuvasına çöp uzadır. Ehtimalən bu şeydir. Əmsal-ı nəsaih olduğu üçün beləsi. Əlif Allah adıdır. Adın nədir? Daş dəmir yumuşansanı. Bu yəni nə mənədir bilmirəm. İndi o şeydir. Arı yuvasına çöp uzadır. At təpüyünə at dözər. At təpigünə at dözər. Alçı quşun dimdiyi əyri olur. Əcri olur. Alçı quşun dimdiyi əyri olur. Bilmirəm alçı quşu nə cür bir şeydir. Ağacdan təndir, kürədən oliya. Ağacdan təndir, kürədən oliya, ağladandan yanına get, güldürəndən yanına getmə. Ağladan yanına get, güldürən yanına getmə. Əhli ilə daşı, daş cahil ilə bal yemə. Əhli ilə daşı, cahil ilə bal yemə. Aslan qatır savaşdı, arada eşşək öldü. Ehtimalən atla qatır savaşdı, arada eşşək oldu. Ya öldü. Olacaq ehtimalən öldüdür. At ələ düşər, meydan ələ düşməz. At ələ düşər, meydan ələ düşməz. Bir nəfər oturubdu zərbil məsələləri, ata sözlərin toplayıbdır. Adamın yerə baxanı suyun vam axanından həzər. Adamın yerə baxanın suyun vam axanından. Vam yəni yavaş. Heç mən bunu yadımdan çıxartmışdım. Gözəl sözdür. O şey ki aram deyirlər farsça, onun türkçəsi vamdır. Vam görürsünüz burada bizdən gedibdir. Yəni vam gedibdir Bahda indi işlənir. Vam. Adamın yerə baxanı suyun vam axanından həzər. Aramızda Adəmzadəyə yaxşılıq gəlməyib. Ehtimalən belədir. Ya da aramıza, ya Adəmzadəyə elə. Adamzadə yaxşılıq gəlməyib. Ağası bəlli olanın qulu asi olur. Ağası bəlli olanın qulu asi olur. İndi bu calibdir, bunu yazıb ki, açılmamış süfrənin bir eybi var, açılmışın min eybi. Atı at yanında bağlasan, həmrəng olmazsa, həmxuy oli. At mənə nüttidən geyə
nün. Mən baş tapmadım, nə oldu? At mənə tutdu, dön kəsənün. Bunu baş tapmıram. Mənə olar at mənə tutdu, dün kisənün. Az var idi, ac adam biri ilə düşdü bacadan. Az var idi, ac adam biri də düşdü bacadan. At özgənin, göt özgənin, verir versin. At özgənin, göt özgənin, verirsin. Adın nədir Rəşid? Birin de, birin eşit. Axırın yuxarıdandır. Gülabi azından çoxun önür olmaz. Önü olmaz. Önü olmaz. Axırdan yuxa döndü. Axırın poxa döndü. Gülabi azından çoxun gülabi. Azla çoxun önü olmaz. İki dənə məsələdir. Bu ayrı-ayrıdır. Axırın poxa döndü gülabi. Bu birincisi idi. Yəni qutardı. O birisi azla çoxun önü olmaz. Önü deyəndə yəni əvvəli axırı olmaz. Elə şey azla çoxun. Atın arıqına qarı deyərlər. İgidin yoxsuluna dəli. Allah Allah. Atın arığına qarı deyərlər. Yəni arıq olanda Allah Allah. Bəs arıya da qarı deyilmişlər. Deyərlər igidin yoxsuluna dəli. Acın imanı olmaz. Azca tar ecidsən çoxa yanına. Çoxca yanına. Azca getsən, azca qarı getsən çoxca yanına. O bilmədim nə deməkdir. Bunu igidsən, azca qar igidsən çoxca yanına. Yəni heç birisini oxuya bilmədim bunun. Ağlamayan uşağa süd verməzlər. Aldın payıvi, çağır dayıvi. Burada əliflə yazılan zərbil məsələləri ki bilir, onu gətir. Acıyan gedər, giciyin gəlir. Acıyan gedər, giciyin gəlir. Giciyən gəlir. Acıyan gedər, giciyən gələr. Calibdir. Calibdir bu, giciyən. Ağlamağın bilməyən ölüsün görbəcör salar. Ağlamağın bilməyən ölüsün görbəcör salar. Çox gözəl sözdür bu. Ağzı aşağı yetişəndə başı daşa yetişir. Allah Allah, bu da çox cəlibdir. Ağzı aşağı yetişəndə, aş tamam yemaqda, yəni mənzur sulu qəza bişmişdi. Hər cürə qəza ki, yemaqlı ki, ola, ona aş deyilmişlər qədim. Aşmaq sözündəndir. Sürfəni açırsan, qəzanı açırsan, ağzı açırsan, bu da. Arı qəhrin çəkməyən bal qədrin nə bilir? Arı qəhrin çəkməyən bal qədrin nə bilir? Ac toyuq yuğuda dar görür.
yuğuda darı görər. Bəli, düzdür. Ac toyuq yuğuda darı görər. Adamı tanıyan qurd yesin. Adamı tanıyan qurd yesin. Bu məmulən belə deyiblər ki, qurd adamı tanıyan yerdə yesin. Yəni tanınan yerdə yesin. Beləsi mən eşitmişəm, amma burada deyir ki, adamı tanınan qurd yesin. Yəni adamı qurd da yesə, lağəl bir bəlli qurd yesin. Bunun da anlamı çox fərqlidir. Ac doğrar, tox yeyər. Bu da cəlibdir. Ac doğrar, tox yeyər. Asta gedən yorulmaz. Asta ahistə sözünün türkcəsidir. Gedib ora. Astanadır, astadır. Görürsünüz burada bunlar o cürdə. Asta gedən yorulmaz. Anlayanın qolu oldusan, anlamayanın ağası seyid olmayasan. Ağası da olmayasan. Anlayanın qulu olasan, anlamayanın ağası da olmayasan. Allah Allah. Aşıq yafalıdır oynamaq üçün. Burada bir şey aşıq yafalıdır oynamaq üçün. Bu nə mənə olur? İfalıdır oynamaq üçün. Beləsi bir şey nə mənədir oxuya bilmirəm. Burada bir şey ehtimalən ağadır. Ağa deyir sür dəriyə. Atın daydı, işin zaydı. Dayçanın kiçiyidir. Day fikirəm ki, kiçik hələ bir ildə olmayıbdır. Ona day deyirlər. Dayça da o addır ki, hələ milinməyibdir nənəsinin yanında. Day yap kiçikdir. Atın daydı, işin zaydı. Burada bir şey yazıbdır. Kamil oxuya bilmirəm. Altın oda züb algı ödüb züdüb çulunan oynur. Düzüb algı uduzub nə mənə uduzub çulunan oynur. Alığı ya altığı altını bəlkə də bilmirəm. Burada əlbəttə qı oxunur axırı. Alığı uduzub çulunan oynur. Ehtimalən atını uduzub çulunan oynur beləsi. Çünki mən beləsi oxuya bildim. Az ver, çox yalvar. Az ver, çox yalvar. Azca arıca, çox qəlcə poxluca. Azca arıca, çoxluqca poxluqca. Əqsamın şumluğu igindindən məlumdur. Bu nə mənə olur? Əqsamın şumluğu. Şumluq şeydir. Bu əqsam oxuyuram, orasında biraz müşkülüm olur. İndi nə mənə deyirlər? Görürüm şumluğa farsca nə deyirlər? Məsələn, bir ev tikiblər, biraz dihliqdir, təpə kimi bir yerdə. Bir müddətdən sonra o torpaq ağnıyıb əşayə, ona deyirlər şumlamaq. Yəni gəlib əşayə,
dam yatıb, məsələn, divar hərəkət eləyibdi, torpaq hərəkət eləyibdi yerindən. Normalda bu dağda zadda görürsünüz ki, birdən məsələn gəlib yolu bağlayıb torpaq. Ya gedib tökülüb aşağıya. Ona şumlamaq deyirlər. Ya səqf yıxılıbdı, tökülübdü, ona şumlamaq deyirlər. Mən beləsi yadımda, əgər səhv eləmirsəm, beləsi. İkindidən axşamın şumluğu ikindidən məlumdur. Şumluğu axşamın şumluğu ikindidən məlumdur. Mən icidindən oxumuşdum, ona görə bunu islah elədim sonra. Mən bunları oxuya bilərəm, oxuya bilmərəm. Biraz şeydir, bəzisi çox açıqdır. Ağ gö, qərə gö, çaydan keçəndə məlum olar. Adəmizadda vəfa olmaz. Çox şey yazıbdır. Yəni əlan bir dənə bir şey yazıbdır ki, mən bunu oxuya bilmərəm. Yəni nə bulur dağda? Burandı, otur dəbdi evdə, hökmü rəvandı. Bura andı, otur dibdi evdə, hökmü rəvandı. Burandı, borandı oturubdu. Borandı oturubdu evdə, hökmü rəvandı. Boran Girdiba ki deyirlər. O girdibada biz burulğan, hətta suda olana da o şey girdibadı falan deyir. Biz ona burulğan deyirik, amma bu borandı. Boran indi yadımdan çıxışı dəqiqən bu nə mənədir? Yəni zehnimdə olur, amma tavzih verəmirəm bunları. Borandı. Bir dənə də oxumağımız vardı. Boran, boran, qar gəlir. Elə bir oxumaq var idi, qədim oxuyardılar. Borandı, oturubdu evdə, hökmü rəvandı. Çox açıqdır, çox açıqdır. Mən bunu oxuya bilmərəm. Atlı ilə piyadənin sodası olmaz. Ayının 72 oyunu var bir armud üstünə. Azdan az oli, çoxdan da çox. Ağac nə qədər bar gətirsə, başını aşağı salır. Tamam, çox içində açıq, çox açıq seksi zərbül məsələlər var. Bunların bəzisini eşitmişəm, bəzisini eşitməmişəm. Dildə raizdir, əlbəttə ailədə ya dostlar arasında ya hətta şeydə demək olar. Amma məsələn kitabda yazmaq olar. Çünki mən özüm məsələn zindanda söyüşlərin hamısını yazmışam. Yəni Azərbaycanda nə mənə söyüş deyirsiniz, hamısını yazmışam. Məsələn söyüşnamə deyə bilər o adına, söyüşnamə. O da bizim mədəniyyətimizin bir parçasıdır. Toplumsal yaşamın bir parçası da bu açıq zərbül məsələlərdir. Çox da önəmlidir. Amma mənim üzümdən gəlmir onu oxuyam. Yoxsa onu oxusaq məsələn bəlkə də çox adamın xoşu gələr ki, hə, bu beləsi bir şeylərdən danışdı. Baxaq görək ki, indi o birisi şeyə getsə, elə bir gəlibdir, hələ aydadır, ananın əmcəyin buraxıb atanın o yaxçı.
çox önəmli açıq zərbil məsələlərimiz var. Mən indi baxıram görüm ki, əcəba bu əlif hərfindən, A hərfindən keçir B hərfinə ya yox, onu tapım. Amma hələ feylən onu görmürəm. Gedim bu birisi səhifəyə baxım. Ərdəbilli köçsə bizim qızlar getdi. Qızları zır getdi. Yəni nə mənə baş tapmadım. Başıma bilmədim. Hələ əlifdədir bunlar hamısı, bu səhifə əlifdədir. Bu hələ 4-cü, 6-cı səhifədə əlifdədir. Oğlun tez evləndirən peşman olmaz. Ölüləri yiyə-yiyə dirilərə dadandı. Uşaq adatan yetim olmaz. Uşaq atadan yetim olmaz, anadan yetim olar. Əlbəttə, atadan yetim olanda onun bir ayrı adı var. O çox acıdır, elə bir güya ki. Səkkizinci səhifədə də əlif ilə başlayır. Elə bir ki, burada sonunda qutardı. Öz işivə bax. Son 3 danasını da oxuyayım. Anduva inanıram, xorusun cəfaları görsünüz. Cəfaları görsənir. Anduva inanıram, xorusun cəfaları görsənir. Cəfal nədir? Onu bilmirəm. Mən burada yazıbdır, calib bir şeydir. Əlbəttə, calib kəlmədir, amma mən təəssüflə bilmirəm. Geçdi ikinci zərbil məsələlərə ki, B ilə başlanır. Hərfül ba. Peyğəmbər əvvəl öz canına dua eriliyib. Balla başa bəladi, olmasa Kərbəladır. Balla başa bəladi, olmasa Kərbəladır. Balla balalı qarqaya pox yeməz. Balalı qarqa pox yeməz. Yəni o da yetişməz. Başına gələn başa keçi olu. Başına gələn başı qəti olu. Aha, ehtimalən bu ikisi birdir. Yəni basanı kəsməzlər. Başa gələn başı qəti olu. Basanı kəsməzlər. Ehtimalən ayrı-ayrıdırlar. Baxmaqla adam zad örgənə, itlər gərək səllah olalar. Baxmaqla adam zad örgənsə, itlər gərək sallah ola. Sözün dərinliyinə bax. Baxmaqla adam bir zad örgənsə, itlər gərək sallah ola. İtlər oturarlar o şeyə baxırlar ha. Bağ vaxtı bağbanın qulağı ağır olur. Bağ vaxtı bağbanın qulağı ağır olur. Bağban bəxil olmasa, bağ divarı neynər? Bağban bəxil olmasa, bağ divarı neylər? Başlı başın saxlasın,
başımdan bezaram. Mən başımdan bezaram. Başlı başın saxlasın. Mən başımdan bezaram. Başım böyük oldu. Başım böyük oldu. Nə fayda? İçində beyin gərək. Başın böyük oldu. Nə fayda? İçində beyin gərək. Başı açığın qaçağı börçü dükanıdır. Başı açığın qaçağı börçü dükanıdır. Qədim idi, indi bu məsələnin yeri yoxdur, amma sonunda budur, yəni bir yerə girməlidir. Bablı babını tapmasa, günü ahva ilə keçər. Ballar bal yeməz. Ballar bal yeməz. Bağ yeyəsi, bağ qeydi, bağı qeydi, bağban bir salxım üzüm qıymadı. Bağ yiyəsi bağı qıydı, bağ yiyəsi bağı qıydı, bağban bir salxım üzüm qıymadı. Qıymaq yəni ürəyindən gəlib vermək. Farsda bilmirəm, buna məna tapmaq olar ya yox. Bağ yiyəsi bağı qıydı. Qıydı yəni bağı bağışladı. Qıydı yəni ürəyindən gəldi verə. Bağışladı. Bağban bir salxım üzüm qıymadı. Qıymadı yəni ürəyindən gəlmədi verə. Bacanaq bacanağı görəndə qaşır, üçnüqdə qaşır. Bağda ərik var idi, salam əleyk var idi. Bağdan qurtuldu. Bağdan qurtuldu, salam əleyk qurtuldu. Burada əriki düşübdür. Bağda ərik qurtardı, salam əleyk qurtardı. Beləsidir, əgər iştibah eləmsəm. İkinci şeyində o ərik düşübdür. Bağda ərik var idi, salam əleyk var idi. Bağdan ərik qurtuldu, salam əleyk qurtuldu. Beləsi olacaq. O ərik düşüb ikincisində. Babadır bulu gərək. Ya dərmanı ya dərdi. Babadır bulu gərək. Ya dərmanı ya dərdi. Babadır, ayrı çarəsi yoxdur. Bula gərək. Babadır, bulu gərək. Babanın, məsələn, bunu nənələr deyirlər da, babadır da, gərək axtarsın, ya nənələr eləyirlər ki, babadır, bulu gərək. Gərək ki, bula, ya dərmanı, ya dərdi. İkisindən birində gərək tapa. Burada cəlib bir şeydir. Baş sınar bölk içində. Qol sınar ehtimalən burada gərək qol sınar nik içindəm. Ehtimal içində olacaq, amma bu nəyin içində? Ətin içində olacaqdır, amma ya məsələn nik yazıb burada. Baş sınar bölk içində, qol sınar içində. Oradakı nədir? Başında böyük üçnüqdə yemək olmaz. Başından böyük üçnüqdə yemək olmaz. O nu yoxdur, elə başında böyük yemək olmaz o üçnüqdə orada. Başımı sındırıb ətəyimə qoz doldurur. Qoz, o şey ki, bunlar girdəkan deyirik, ona Azərbaycanın bəzi yerlərində girdəkan, bəzi yerlərində qoz deyirlər. Balığı at dəryaya, balıq bilməsə, xalıq bilər. Balığı hər vaxt tutsan, tazədir. Bac qaçar, bacdar qovar. Bac
Bac, bacalmaq. Zorla birindən almaq ehtimalən. Bac qaçar, bacdar qavar, qovar. Bacdar da o adam ki, nə bilim indi, başıva kül savır, savırsan uca küllükdən savur. Biz, qabaqca bizim aşğalxanamız yox idi, calibdir. Türklərin aşğalxanası yoxdur. Aşğallığı yoxdur, küllükləri var. Kül də bilirik nədir? Ağacı ya hər şeyi yandırasan, onun yerində külü qala, ona deyirlər kül. Başıva kül savırsan, yəni heç də dərdə dəymir ki, başı özünə bir istəyirsən şey eləsən, lağəl deyir ki, uca küllükdən sal. Lağəl başıva saldığın o dərdi də bir yerdən salginən ki, desinlər, falan lağəl yeri yaxçı idi. Bəxtlə xaca gedən yollar da əsir yerdən olur. Bu bəxtinəndir, bəhsinəndir. Haca gedən yollarda sərgərdan olur. Bu bəhsinəndir, nədir? İhtimalən beləsi birdir. Bəd əsl olmaz, olursa da olsan 100 qurbanı. Bəd əsil olmaz, bəd əsil olmaz, olarsan 100 qurbanı. Bir pata sözün şahidi yanınca olur. Baş tapmadım, bu nədir? Bir pata sözün şahidi yanınca olur. O pata nə deməkdir? Türkçədə onu bilmədim. Əgər dostlardan aleyküm salam, dostlardan bilən olsa bu calibdir, bu zərbül məsələ. Mən orasını bir çuval pul borcun olsun, bir çuval buğda borcun olmasın. Bu da aclıq dövründə deyiblər. Bir də gəlin olsam, duruşuq qoy bölüm. Bir də gəlin olsam, oturuşuqu duruşuqumu bülərəm. Ha, bir də gəlin olsam, duruşuğumu bilərəm. Belə. Bir yerdə əyləşən durmayasan. Əyləşəsən ehtimalən durmayasan. Gedək görək o birisi səhifədə. Buracan B oxu, əliflə B-in zərbül məsələlərin və yaxçı sözlərini oxuduq. Əlbəttə içində çox açıq sözlər var ki, mən onu oxuya bilmədim, amma bir ikisi də ağzımdan çıxdı, amma çox oturub bir nəfər bunları qəşəng yazıbdır da. Bu da gedək bu səhifədə də yoxdur. Gedək görək bunun da axirindən bir-iki dənə oxuyaq. Pis oynamağı bəs deyil, əgər çökürdə bimürüvvət Allah Allah, bimürüvvətə 3 nöqtə verəsən heç tərəfini oxuya bilmədim. İstədim o birisi tərəfini oxuyam, gördüm ki, orası oradan da şeydir, açıqdır. İkinci tərəfini də oxuya bilmədim. Piyada atlıya gülsə işi geçməz. Gülməsə işi geçməz. Piyada atlıya gülməsə işi geçməz. Bunu doğru deyiblər. Kasıb görürsən dövlətliyə deyir ki, onun dərdi məndən çoxdur. Bildirçinin bəkluki darı xərməni. Bulaq gərək əslindən bulaq ola.
Bulaq o şey ki biz indi çeşmə deyirlər mütəəssifanə, onun adı bulaq ya bulaqdır. Burada bulaq yazıbdır. Bulaq gərək əslindən bulaq olsun. Bu da əslindən olmalıdır, amma şeydir də şəfahi dilindən yazıbdır. Yəni burada baxırdım, çox Təbrizdə raic olan zərbil məsələləri o cür ki elə evlərdə deyilir, o cür yazıb. Ədəbi yazmayıbdır. Onun üçün də biraz oxuması da bəzən şey olur. Hərfi ta. Tarı böyük aldırkən nə mənə? Tarı böyük alnı cən. Ehtimalən beləsi olacaqdır. Ya altı cən. Tarı istədiğin qurd yeməz. Tarı istəyəni şayətdə. Şayət istədin qurd yeməz. Tarının görməyiblər, əqlinlə tanıyırlar. Tarını görməyiblər, əqlinlə tanıyıblar ya tanırlar. Tarısız yerdə oti, böyüksüz yerdə oturma. Tarı ilə tarılıq eyləmək olmaz. Bu da siyasidir. Tarı ilə tarılıq eyləmək olmaz. Tarı bilir kətdə günahkar kimdir. Tarı iştihanı kimə verir, plovu kimə verir. Tarı iştihanı kimə verir, plovu kimə verir. Təaruf təarufdən qalmaz. Yox, təaruf təarufdən qalxar. Tikəni yalqızının tayı disinin götürdü. Tikəni yalqızın tayı dişindən götürdü. Baş tapmadım bu nə cür o nə mənədir. Eşitməmişəm. Tikəni yalqız tək. Tikəni yalqız yeyən tayı dişindən götürdü. Tikə qarın doyurmaz, məhəbbət artırır. Tikə qarın doyurmaz, məhəbbət artırır. Tikə ilə dövlət olan qiyamət din küsülü qalı. Tikə ilə dövlət olan qiyamətə deyən küsülü qalı. Məsələn, bu olacaq qiyamətə cən, din yazıb, qiyamətə din küsülü qalı. Toyuq yemir yumurtasına, toyuq yumurtasına nə mənə bu oldu nə mənə? Toyuq yumurtasına qaqqıldar, gün qaqqıldar, gündə qaqqıldar. Ha, bu da şeydir. Toyuq gəlir, qarırısı yerimaq. Aha. Toyuq gəlir, qar yerişi yerimaq, vırar filan yeri partlar. Aha. Onu qazdır bu da yazılacaqdı ehtimalən. O z yazılmayıb ona görə. Toyuq gəlir, qaz yerişi yerimaq, vırar, üçlükdə partlar. Toyuq yumurtladığı üçlükdə dar olur. Tamam, bu da tılardan oxuduq. Gedək axirindən də bir iki dənə oxuyaq. Tənəblü kədəm
Eşeğə dayı deyir. Tənbəllükdən eşeğə dayı deyir. Tar yandıran çırağı geçirtmək olmaz. Geçirtmək burada dostlar, söndürmək anlamındadır. Bunu da işlədirdik. Qədim indi işlətmirik. Məsələn deyirik çırağı geçirt. Çox cəlibdir bu. Yaddan çıxıb gedibdir. Tamaşa yol istəməz. Tamaşa ehtimalən pul istəməz. İttifaqən tamaşa pul istər, amma bu nədir? Gedək o birisilərə. Hərful sa, 3 nöqtəli s ilə. Savab tökülübdür, yığanı yoxdur. Elə bir dənə zərbül məsəl tapıb 3 nöqtəli s ilə. Onu da yazıb. Hərfi cim. Canı canan yolunda din çoxdur, qiyan az. Canı canan yolunda deyən çoxdur, qiyan azdır. Dedik qiyan yəni can verən, ürəkdən istəyən. Çarığında itirən patvasını da tapar. Çarığında itirən petavasında tapar. İndi çarıq nədir, petava nədir? Ehtimalən petava qədim corab toxuyardılar nənələrimiz, əl corabından toxuyardılar. 6 mili var idi, əgər səhv eləmirsəm, ondan toxuyardılar. Çox da güllü olardı, yündən toxuyardılar, isti olsun. Çarıq da bir ya dəri idi, gön idi, ya da son zamanlarda belə plastik idi. Yəni bu maşının içinin tuyubu ki var, ondan mən gördüm o çarıqları. Onu tikərdilər, ciyərdilər içinə. Amma üçün o nazik idi, o dəridir da, qalinliği nə qədərdir ki, ayaq, hər şey bata bilər, əzə bilər filan. Soyuqdur. Bir də dizizadı tutmur ki, da dizizdən tutmur. Bu soyuq olar, su keçər, qar keçər, qışda, yayda bununla dolanırdılar. Nə edirdilər? Gəlirdilər bunu ayağın corabı giyəndən sonra ayağın dövrəsinə barmağın ucundan. Bir uzun şal kimi bir şey var idi, şal kimi uzun. Onu belə ayağın barmaqlarının ucundan doluya gətirirdilər dabandan, belə aparırdılar dizəcən, orada bağlırdılar onun üçün. O cür gedirdilər. Bu çox yaxşı bir şey idi o zamanlar. İlanzad o zaman çox idi, traktorzat gəlməmişdi. TDS idi, nə idi, o davadan vurmamışlar. Hər yer ilanlıq idi, filanlıq idi. İlan çalsaydı, zəhərzat vursaydı, ondan dəriyə geçmirdi. Onun da altında normalda bir tumandan bir şalvar o zaman yox idi, amma deyək ki, məsələn bir tumandan zatdan bir şey var idi da, ya məsələn yun şalvardan zatdan onun da altında olurdu. Çünki o zamanlar bir çox adamlarda da şalvar dediğin şey əyan şeydi, parça alasan, sən parça tapasan, ya əlindən toxunan o zamanlar parçalar var idi, onlardan tapasan məsələn qalin bir şeylər. Amma o şey var idi, məsələn onların yerinə yündən toxurdular, giyirdilər, o cür bir şeylər var idi. Qərə rəhdən, ağ rəhdən, qızılı rəhdən toxurdular, heyvan tükün rəngində, ya bəzən rəhlirdilər, ya da boyalırdılar. Bunları da ayaq giyirdilər, onları da üstündən bağlırdılar. Kəməri də ki, qəyirsat yox idi ki, elə beləsi bağlırdılar bir şalına ya bir belə ipi salırdılar içinə, keşki indi salırlar, onun əvəzinə onunla bağlırdılar. O ayağa hər halda, o ayağın üstündəki belə bağlırdılar dizəcən, ona da petava deyirdilər. Ona görə bunu deyir ki, çarığında itirən, çarığının içində bir şey qoyub onu itirən. O gəlir deyir petavasında tapılar. Çalma qapımı, çalarlar qapıvı. Çadıra başmaqsızlıqdan evdə qalıb. Çadıra başmaqsızlıqdan evdə qalıb. Yəni bir zərrə əlində imkanı olsa, xiyabanları dolanar, küçələri dolanar, bazarları dolanar, sübh gedir, axşam gələr. Nə var? Özün göstərəcək da. İndi görürsünüz ki, desəm birindən açığı gələcək, amma vaqəən indi
Görürsünüz ki, bir də insanlar dodaqların, ağzın, burnun, nə bilim, sinələrin, yançağın şişirdir, çıqqılladır, yekəldir, nə bilim filan. Da oradan əks salıb bu sosial şəbəkəni dağıdıblar ki, biz çox gözəlik. Xəbərləri yoxdur ki, gözəllik çox da ona rəbti yoxdur, buruna rəbti yoxdur, çox da filan şey. Çoxlu əxlaqa, dimağa, gülməğa rəbti var. Mən çox bir yerdə işləyirdim. Gündə heç olmasa bir neçə yüz adam görürdüm orada. Çoxlu adamlar var ki, çox çirkin görünür əvvəl baxanda. Amma o zaman ki, onlar insana tərəf bir gülürlər, bir gözəllik açılır. Bir səslə, bir şeylə daşınırlar ki, o qiyafədə olan ürəyə yapışmayan sonra yapışır. Çünki o sözlə də hər şey, insanda hər şey sözlə dəyişir. İnsanın beyni sözlə dəyişir. Dünənləri bir calib azmayış gördüm, bir xanım elirdi. Limonu götürdü, üstünə duz da səpdi. Tutdu ağzına, ağzı burnu elədi, hər şey oldu. Dedi ki, sizin də ağzınız şey oldu, sulandı. Əvvəldə demiş bu limon turşdur, bu da duzdur. Ya ondan sonra bucası insan. Sonra dedi ki, bu limon şirindir, bu da şəkərdir, taxdım buna. Amma siz, mən nə dedim, ona beyniniz inanır, onunla davranır. Sizin beyniniz, insanın beyni görmək və eşitmək beynidir. Çox da ağıl beyni dəyə ağılə sala, ağılın sala işə işləyə. Bunun üçün biz hər halda keçək. Çayın daşı, çayının quşu. Bunu anlamadım ki, çayın daşı, okey, çayın daşı olar, içində yerimək da çətin olar, amma çayının quşu, yəni nə demək? Çayı keçəndən sonra barakallah deyərlər. Hətta su çox olsa, keçəndən sonra barakallah, əcəb suyu var idi, məsələn, geçdilər, axı diridilər. Çala qan kökdə, çalağan göydə dolanı, cücənin göclü bulanı. Çağalan göydə dolanı, cücənin göylü bulanı. Çağalan bir quşdur, şikari quşdur, ət yiyər. O göydə dolanır, deyir, bu quşları, toyuqları, bəzi heyvanları tutur, aparır, yiyir. İlan, qurbağa, hər nə mənə görsə ki, zoru çatsa, onu tutur, aparır, yiyir. Hər nəyə zoru çata. Onu deyir ki, çağalan o quşdur. Göydə dolananda o cücə ki, onu gördü, şey olar. Mən bunun pişiyin görmüşəm. Siçan yadıma mənim gəlir. Fikrim, kətdə öz evimizdə mən bunu gördüm. Bilmirəm, bəlkə də ayrı evdə görmüşəm. Yadıma gəlmir. Çox uşaq idim. Siçan pərdələrin arası ilə gedirdi. Pişik ora çıxa bilməzdi. Pişik baxdı, o siçan orada durdu, qurudu. Əli ilə belə elədi, siçan oradan düşdü yerə. Əlbəttə, indi bilmirəm. Bu Cimi oxuruq, görək ki, çox açıq zərbil məsələlərimiz var, dostlar. Mən burada oxuya bilmirəm. Çox açıq. Çörək açanı qılınc aşmaz. Çörək açanı qılınc aşmaz.
Çox yaşayan çox bilməz, çox gəzən çox bilir. Çomaq çürülsə dəyir, çürüsə dəyər. Çox uca o, çox uca üç nöqtə başından dişlir. Çox uca üç nöqtə başından da dişlir. Çox qoyunun çox quzusu olur. Çox danışanın ağzı böyük olur. Çox zirəklük cavan merklük gətirir. Çox zirəklük cavan bərklük gətirir. Burada mərklük yazıb da, amma bilmirəm mərklük nə deməkdir? Onu baş tapmadım. Cücəni payızda sanarlar, sanamaq, sanarlar. Çömçə tutan sənə sarıdır. O, yəni sənin partın var, partı deməkdir. Çölməyə verə-verə çıxar qazan bahası. Çölməyə verə-verə çıxar qazan bahası. Çölmək deyək ki, saxsıdan düzənilən bir qab idi. Onda şorbazat bişirərdilər. İndi onu deyir, çölməyə verə-verə, yəni hey onu sındırır. Qazan almış ki, qazan bahadır, amma hey bunu sındırır. Deyir ki, bu ondan, qazandan bahıya çıxar. Çöldə qabanda tamam, bunu da oxumayaq. Cücə həmişə səbət altında qalmaz. Dedim, o quşu ki dedi, nə idi? Çağalan. Quşlardan ki, gələrdilər, aparardılar onları. Biraz yekələndən sonra ötürərlər eşiyə. Onu deyir ki, cücə, o bulutun da şeydir. Nə mənə farslar deyirlər ki, xorşid poştu əbr nemimune, nə mənə belə bir şeylər var. Bu bizimki budur. Cücə həmişə səbət altında qalmaz. Çox cəlibdir, çox cəlibdir. Bu xətti, bu kitabı ki oxuyuruq, çox zərbülməsəldir, Təbriz ləhcəsindədir. Bunu da hərfül ha, gəldik o birisi hərfə. Ha hərfinə, orada zərbülməsəlləri toplayıbdır. Hacı hacını Məkkədə görər. Hazır oğlan babası pişmiş atsın darğası. Hazır oğlan babası pişmiş atsın pişmiş aşın darğası. Darğa, biz darğa şairt bunu deyirik. Darğa normalda şəhərdə o bir məsuliyyəti var idi. Daruğa ki deyirlər farsça həmandır. Daruğa farsça deyirlər, darğadan gedir. Darğa. O gedib farsçada daruğa olubdur. Onu deyir. Hazır oğlan babası pişmiş aşın darğası. Yəni orada müdürlük eləyir də. Bu qəza aş da burada aş anlamına ya sup anlamına deyil. Sup aşın indi sup əslində latin sözdür. İndi bilmirəm fransızcadır yoxsa ingiliscədir yoxsa hangi dildən gəlibdir, hər bir çox dillərə gəlibdir. O şey ki çox suyu ola, az içində yeməlisi olana sup deyirlər. Bizdə də bunlar sonralar olubdu aş, amma bizim aşlarımız sulu olar, amma içində yemağı çox olar. Yəni özü normalda yemaqdır, yanında ayrı qəza olmaz. Şey budur ki, sup o yemağa deyirlər ki, əslində o sudur. Əslində sudur. Onu isti bir sudur. Yeyirlər ki, biraz qarın, boğaz yumuşalsın, yer açılsın yemağa.
O halda ki bizim aş dediyimiz bir şey ki bizim indi evlərdə raisdir, daimən görünür. O aş özü yeməkdir. Yəni aşı yeyərlər da onun yanından sonra məsələn düyü toyuq yeməzlər, elə onu yeyərlər məsələn. Bir vədəni görər. İndi nə aşı olmasın, soğan aşı olsun, nə bilim, ərişli aşı olsun, hər nə aşı olur olsun. Amma o aş ki türk dilində deyilir, o aş kollən yeməğa deyilir. Hər o şey ki yeyilir. O yemək də iki cürdür. Bir aşdır, bir yemişdir. Aşlar o yeməklərdir ki, bişirəsən, bişirirlər. Yemiş də o yeməklərdir ki, meyvədən zaddan qurular, ərə gəlir. Hətta bizim məsələn yemiş deyə bir dənə də meyvəmiz var ki, o da elə yenə həmandan gəlir. Onun üstündə ad əslən. Ona əslən ad olubdur. Yemiş ümumi bir addır, hər meyvəyə demək olur, amma bir dənə də meyvə adını deyirik yemiş, fikir edirəm ki, ona xərbuza deyirlər farslar, nə deyirlər? Hindunə, hə, fikir edirəm xərbuza deyirlər. Halva deməklə ağız şirin olmaz, yağla doşab gərək. Halva deməklə ağız şirin olmaz, yağla da gələr, yağla doşab gərək. Dedim, Təbriz ləhcəsi ilə yazıldığı üçün mən bunu bəzi yerdə də oxuya bilmirəm. Mən nə Təbrizdə olmuşam, nə Qəradağlı olmuşam, nə ingilisdə olmuşam, nə fars olmuşam, nə ərəb olmuşam. Vəsətdə avara qalmışam. Heç bir dildə şey deyiləm. Halalzadə barışdırır, haramzadə qarışdırır. Halvaçı qızı daxı şirin. Halvaçı qızı dahi şirin. Halva şirin, nəfəs kafir. Halva şirin, nəfsi kafir. Nəfsi olacaq ehtimalən. Ya da nəfis. Halva şirin, nəfis kafir. Burada nəfis olacaqdır. Nə nəfəs olar, nə də şey. Halva şirin, nəfis kafir. Haq sözdən, indi burada z yaddan çıxıbdır nöqtəsi. Haq sördən yazıbdır. Haq sözdən gül iyi gəlir. Biz elə hər iyə deyirik, yəni Azərbaycanda, Təbrizdə. Deyəndə yaxçı iyə də deyirik, pis iyə də deyirik. Amma bir çox ayrı kəlmələrimiz vardır ki, onlar, məsələn, qoxu, pis iyə deyilir. Haqdarın haqqın ver. Haq deyir, yoxdur. Haqdarın haqqını ver. Haq deyir, yoxdur. Haq sözün yoğurunca geri olur. Yəni nə mənə? Haq sözün yoğurunca, yoğurmaq əyib düzəltmək, əymaq, düzəltmək, ona deyirlər yoğurmaq. Ya məsələn, bir şeyi çox ovasan, ta bunu bir şəklinə gətirəsən, çıxarsan, buna yoğurmaq deyirlər. Haq sözün yoğurunca, yəni adam öz haq sözü ki var, onu başa salınca, indi burada bir şey yazıb, kəsri olur ya, geri olur ya, kəri olur, bilmirəm, burası beləsi yazılıbdır, olmadı. Haq yandıran çırağı geçirtmək olmaz. Burada da haqdan mənzur Allahdır. Haq yandıran çırağı geçirtmək olmaz. Dedik ki, söndürmək anlamında işlənir. Da bu indi mütəəssifanə farslaşmışıq, yadımızdan çıxıbdır. Xamuş kəlməsini işlədirik mütəəssifanə, geçirtmək, söndürmək onların yerinə. Haqqına doğmadı, qaldı bebcəki. Haqqına doğmadı, qaldı beciki. Haq söz deyənin börkünün
nöqtəsi dəlikdir, təpəsi dəlikdir. Haqq söz deyənin börkünün təpəsi dəlikdir, dəlik olur. Haqq söz acı olur. Haqq yiyəsindən yad olmaz. Haqq yiyəsindən, yeyə sahib, yeyə sahib. Sahib ərəbcə sözdür, bizdə yeyədir onunki. Haqq yiyəsindən yad olmaz. Hamama girən tərlər çıxar. Hamama girən tərlər çıxar. Yəni zəhmət gərək verəsən də. Bir şey yazıbdı, bunu şey olmuş. Hammamda sallanma, qəriblikdə ögünmə. Ehtimalən güvənmə olacaqdı. Ögünmə nə deməkdir, bunu bilmirəm. Hammamda sallanma, qəriblikdə ökünmə. Hamamçı hamamçıya yetişəndə sandığı öpər. Hamamçı hamamçıya yetişəndə sandığı öpər. Hamam suyu ilə dost tutarsan. Hamam suyu ilə dost tutarsan. Həna çox olanda üç nöqtəyə yaxarlar. Heyif demən əvvəlim sənə dedilər, başın sağ olsun. Heyif də öləm sənə dedilər, başın sağ olsun. Heyif də mən öləm sənə deyərlər, başın sağ olsun. Haram pis o da şəlğəm. Haram pis o da şəlğəm. Hesab dinar dinar, bağış tuman tuman. Hesab arasına özgə zat giriz. Özgə zat giriz. Bilmədim. Hesab arasına özgə zat giriz. Bunu baş tapmadım nə deyir. O birisi hərfə getir yavaş-yavaş. Xeyrün qapında qalsın. Xeyrün qapında qalsın. Hərfi dal. Dal hərfindən bir-iki dənə oxuyaq. Çox uzatdıq. Mən bunu istirdim. Sadəcə bu günləri 2 kitab oxuyum. Oldu 1 saat yarım. Dağlar nə qədər uca olsa üstündən yollar aşar. Damı çox olanın qarı çox olur. Dağdakı gəldi, bağdakın qovdu. İndi bu bizlə kürdlərin məsələsi olubdur, farslarla bizim məsələmiz olubdur. Dağdakı gəldi, bağdakın qovdu. Daldan atan daş topuğa dəgər. Topuq ayağın dalı bölünmüşü vardı, oranı deyirlər. Daban, topuq böyrüdür. Onun böyründəki o fikirəm o daş biraz ki yumrudur burada, ayağın burasında. Fikirəm ona deyirlər, amma dəqiq bilmirəm. Onu da deyim ki, daldan atan daş topuğa dəyər. Dağ dağa yetişməz, adam adama yetişir. Dam kirayə, övrət mətə. Dam kirayə adamın. Calibdir. Dam kirayə, övrət mətə. Evi kirayə eləyibdir, arvadı da arvad deyil, siğədir. Daş düşdüyü yerdə ağır olur. Daş düşdüyü yerdə ağır olur. Gedək o birisi hərfi tapaq görək, o birisi hərfidən nə var? Dava arasında nıq kəsirsən. Dükan öz dükanındır, bax, bax, qayıt. Dükan öz dükanındır, bax, bax, qayıt.
Dəli cərimə verir, əqilli rüşvət. Bu da doğrudur. Dəli cərimə verir, əqilli rüşvət. Cərimə rüşvənin yarısı candır. Rüşvət cərimənin yarısı candır. Ona görə burada deyib. İşin qabağa geçsin. Dəlidən doğru xəbər. Yəni doğru xəbər istəyirsən, dəlidən eşit. Dəliyə bal, keçiyə halva neyləsin? Dəliyə bal, gicə halva neyləsin? Mən geçi oxudum onu yox. Gicə halva neynəsin? Dəli dəlini görəndə özü təbəqlənir. Təbəqlənir. Dəli dəlini görəndə özü təbəqələnir. Dəli dəlini görəndə çomağın gizlədi. Dəllaç dəlləkdən başın qırxanda öpü almaz. Qırxanda pul almaz. Dəllək dəlləkdən başın qırxanda pul almaz. Dəli qırmızı səvər ya sevər. Dəliyə hel ver, əlinə bel ver. Dəlidən əqil ummaq olmaz. Bunu oxuya bilmərəm, çox açıqdır. Dil başa bəladır. Dəliyə gündə bayramdır. Dəmirçi ilə aşina olma. Qur ayetli gözüvi çıxardı. Dəmirçi ilə aşina olma, qur ayətli gözüvi çıxardı. Baş tapmadım. Dinlədiyindən qorxan qabağındakından qorxsun. Dəmir günahdan çıxardı. Ya da künadan. Amma Dəmir qapının ağac qapıya işi düşər. Tamam, buradan da oxuduq. Bunun da axirindən bir-iki dənəcə oxuşaq. Dini dünyaya satmaq olmaz. İndi əlhamdülillah hamımız satır. Desələr şorba plovdan yaxşıdır, eşit, inanma. Dinizin öhdəsindən, dinsizin öhdəsindən imansız gəlir. Dəyirman bildigünün eylər çağı başın dökər. Nə mənə? Baş tapmadım. Dəyirman bildigünən eylər çağı başın dökər. Düşün ağrır, çək qurtul. O birisi səhifəyə gedir. Ra'nın misalları azdır. Hərf-ur ra. Bu calibdir, bunu oxuya bilmirəm, nəmin olur. Rahrəvan, amma o cür deyil. Bu farsıca yazıbdır. Rahdarın hərçə bədtərin, onda irtarsan, də boş gələsən, boş gedəsən. Baş tapmadım, o nə deməkdir? Yenə də elə həman həyli yazıbdır. Rahdardan qaçasan,
həramiyə rast gəlir. Rahdardən, pəs üstəki o rahdardən hərçi bədtərin onda ırtarsan də boş gələsən, boş gedəsən. Baş tapmadım onu. Rahdardən qaçasan, həramiyə rast gəlir. Rəməzandan çox razıyam, seçənbə də taram. Nə mənə? Şəndə taram. Baş tapmıram. Ramazandan çox razıyam. Şəndə baş tapmadım. Rişxəndun 5000 altın xərci var. Rişxəndun 5000 altın xərci var. İndi bu da zərbül məsələdir buna görə. Hərf-u za, reze ilə. Zir mollalıq dəcül. Zir mollalıq dəcül. Elmi palanduzluqdur. Zirəni kirmanə aparırsan. Zilaf aşıq kimi sormamışdan alçı durur. Zilaf bilmirəm nədir. Zilaf aşıq kimi sormamışdan alçı durur. Alçı durmaq nə deməkdir? Alçı eşitmişəm Türkiyədə çox işlənir, amma bilmirəm indi nədir, düzünü axtarsaz. Hərf-i sin. Sarbanla aşina olduğunun dərvazəsi gərək. Olanın sarbanla aşina olanın dərvazəsi cən gərək. Saman tüstüsü gözü çıxardır. Saman tüstüsü gözü çıxardır. Saymaz, bunu oxumayayım, çox şeydir. Saymaz, olmazsa heç birisini oxuya bilmərəm. Tamam. Bu kitab əlyazma çox, əvvəlin əlyazması çox fərqlidir. İkinci ləhcə ilə yazılıbdır, Təbriz ləhcəsi ilə yazılıbdır. Üçüncü bəzi hərfləri baş tapmadım biləxərə bunu nə oxumalıdır. Ləhcə ilə də yazıldığı üçün dahi oxunmur. Gedək bir axirdən də bir-iki şey oxuyaq. O axir bölümündə bir şeylər var idi. Ona bir baxaq görək ki, onlardan oxuya bilirik ya yox. Bu nə mənədir? Hərf-ül vav. Vəsətdə bir neçə hərfi yazmayıbdır, yer qoyubdur ki, onlara sonra yazacaqdır. Nə mənədir? Bunları biraz onlardan yaxçı yazıb əslində. Burada da o birisi hərflər qalan hərflərdə yazır və burada qutardı. Getir taza bir ayrı bir şeylər. Ehtimalə bunlar da yenə zərbül məsəl olacaq. Amma bunların xətti dahi çətin. Özləri də əyri yazılıbdır. Ona görə dahi çətin olacaq. Şeirdirlər bunlar. Şeirdirlər, amma oxuya bilmirəm. Tamam. Bu günləri də belə bir kitaba baxdıq. Məncə fikir edirəm ki, bu 1 saat 34 dəqiqədir, yetər. Bu, əlbəttə görün, bu nə mənədir? Bunu, bu həman kitabdır da. Tamam, bunu elə o idi, açmışıq. Bu lüğəti oxuya bilmədik. Bu da həman bu kitabdır ki, aşağıda indi açmışdıq. Bu da lüğət-i nəvai ki, bunu açdıq, baxdıq. Elə bu da həman lüğətdir. Cəlib ki, bunu neçə dəfə açmışıq. Lüğət-i nəvai 2 dəfə. Buradadır biri, biri oradadır. Bu da
İsmaili Türki Məclis. Bu da 2 dəfə açılıb, ona görə bunu da bağlayaq. Bu da fəlsəfə hesabdır ki, bunu da dünən görmüşdük. Bu, indi buradan geçdik. Əskar və Muşahat Ərəbi Türki Sultan. Qalsın bu, inşallah bir ayrı gündə buna görə baxarıq. Əcəba bundan yəni ürəyim çəkmir ki, bunu oxumayaq bu zərbil məsələlərin, amma zorum çatmır, savadım çatmır, xətti oxumaq da. Yavıq qonşu uzaq qohumdan yiyidir. Ya da yiyədir. Yəyədir. Yolçu görüşdük. Yolçu görüşdük. Acuq imaqın görməmişdik. Yolçu görmüşdük. Acuq ilmaqın görməmişdik. Yumruğu bizə vermək olmaz. Yumruğu bezə vermək olmaz. Yumurtlamadı falanı niyə içdi? Yumurtlamadı falanı niyə içdi? Fala o yumurtadır qoyarlar toyuğun altına ki, ona xoşu gəlsin, yumurtlasın yanından. Bəhəsə düşsün ki, bir dana varımdı, bir dana da olsun deyə. Onu deyir ki, ona fala deyirdilər. Mən bunların bir çoxunu bilirmişəm ha, amma işlətmədiyi üçün yadımızdan çıxıbdı. Yumurtlamadı, falanı niyə içdi? Yoruldun saribənə, açdın çobana. Yoruldun saribənə, açdın çobana. Bax, bunu baş tapmadım yəni mənə. Yük imsə daş qürbətə düşməz. Yorğun eşşək xoş Allahdan istər. Tamam. Elə bu qədər görər bu günləri. Bu günləri gördüyünüz kimi 2 kitaba açdıq, baxdıq. Mütəəssifanə birini əsla oxuya bilmədik. Bundan belə ki, birazı farsça idi, qalanı türkcə idi, amma həm əyri yazdığı üçün, həm də bir-birinə çox yaxın yazdığı üçün bunu eləyə bilmədik, oxuyaq. Şoqəti daşuqdi, əcələ və istirab eylədi deməkdir. Deyirəm, bunların bir cür yazıbdır ki, həm əyri yazıb ki, yerdən bunu çap eləyə, belə çevirə, onunla oxuya. Məsələn, almağan, almamış deməkdir. Nuhidi, nəmə də almağan, din nəqdi, birlə yığmağan, sərab yox, mehrab yox. Müsəlmanları kafir görməklə qaş edir. Alqılıq. Bu calib bir kitabdır əslində. Türkcə kəlmələri yazıb, sonra onları məni eləyibdi. O türkcələri qırmızı yazıbdı, mənasını da şərh etdi, onu qəri ilə yazıbdı. Bunları bir-birindən qəşəng ayırıbdı. Amma bir işi görübdü, tamam xətləri, dostlar şu görürlər, xətləri əyri yazıbdı. Onun üçün, məsələn, mən gərək bu sətri oxuyanda, bu səhvə ki, məsələn, 3 yerə bölüb hər səfəni, bu bir tikəni oxuyanda gərək beləsə əyləm, bəlkə eləyə biləm ki, onu oxuya biləm. Ortadaşını oxuyanda beləsi, yenə bu birisini oxuyanda yenə beləsi. Yəni, məsələn, bir cür deyil ki, bunu belə düz yazsaydı, nəzərimə çox rahat oxuya bilərdi adam bunu.
Məsələn, burada bir şey oxuram. Görün bunu yekəsəm oxuya bilərəm. Yəni bu kitab çox cəlib kitabdır əslində. Əgər bunu bir nəfər məsələn məsələn yazıb ki, mən oxuduğum ha, indi bunu ki, Nəvai ta fələk bəxtiları tuzkay qətara düzələr qətara tatulun ay odikan aşkara. Şeir kimi bir şeydir bu əslində. Sahibanlıqə ol edisin yarışa bu biri firiştiqanla xərqavişə. Əlbəttə bu sözlük əslində şeydir özü də. Cığatay dil ləhcəsində, türkünün Cığatay ləhcəsidir. Alma ya əlmağan almamış deməkdir